Salam, kimya yeni dərslərə əsasən tərtib olunmuş iş dəftərinin 1.3 mövzusunun dövr cədvəlinin tarixi mövzusunun izahı. Birinci sualımız ilk dəfə Alman kimyası Johann Döbereiner bəzi elementlər üçün qruplar, triadlar halında sıralanmış və bunu triadlar qanunu adı vermişdi. Birinci sualımızda Döbereiner triadlara daxil olan elementlər üçün hansı qanuna uyğunluğu müəyyən etmişdir? Dərslikdə də məlumat verilib ki, oxşar xassəli 3 element götürmüşdü və ortadakı element söhbət kütləsindən gedir. Həmin elementin kütləsi birinci və üçüncü elementin kütlə ədədinin yarısına bərabərdir. Həmin qaydanı tətbiq etmişik. B variantının sualında isə verilən elementlərdən 4 triad yaratmaq lazımdır. Bunun üçün də təbii ki, deməli, biz hansı cədvəldən istifadə edə bilərik? Oxşar xassəli elementləri eyni, belə deyək, alt-alta yerləşdirilməlidir. Həmçinin bayaqki triadlar qanunu əsasən birinci və üçüncü elementin kütləcəmi ikincinin kütləcəminin yarısı ikinci elementin kütləsini verməlidir. Bu qaydaya əsasən 4 triad yarada bilərik. Lityum, natrium və kaliumun eyni qaydanın kütləsini hesablasaq 7 və 39-un kütlə ədədinin cəminin yarısı 23-ə bərabər olduğunu dəqiqləşdirə bilərik. Və bu 4 triadı eyni qaydadan yoxlasaq doğru olar. İkinci sualımızda aşağıda İngilis alimi John Newland'ın tərtib etdiyi cədvəl verilmişdir. Biz bilirik ki, bu oktavalar cədvəlidir. Musiqi notlarına bənzətdiyinə görə bu şəkildə adlandırılmışdır. Burada sualımız budur ki, oktavalar qanununa görə hidrogen hansı elementlərlə oxşar xassəyə malikdir? Burada açıqlamasını əslində qeyd etmişəm. Və çünki bizdən cavabı əsaslandırmaq tələb edir. Newland əslində elementlərin atomların kütləsinin artması ardıcılığı ilə düzübdür və hər 8-ci elementin birinci elementin oxşar xüsusiyyətli olduğunu müəyyən etmişdir. Bu zaman oxşar xassəli elementlər eyni xanada yerləşir. Bizim öyrəşdiyimiz dövr cədvəldən fərqli olaraq burada üfüqi üzrə elementlər oxşar xassəli olur. Bir də o hissəyə diqqət yetirmək lazımdır. B-də oktavalar qanununa görə natriumdan əvvəl və sonra gələn xassələri onun xassələrinə oxşar olan elementləri müəyyənləşdirin. Və biz oktavalar cədvəlində natriumu tapsaq, dedik ki, oxşar xassəli elementlər üfüq boyunca yerləşir və ondan əvvəl lityum gəlir, ondan sonra kalium gəlir. Həmin elementləri burada qeyd etmişəm. Üçüncü sual, Mendeleyev tərtib etdiyi, yəni Dmitri Ivanovich Mendeleyevin tərtib etdiyi dövr cədvəldə elementləri üfüqi sırada hansı xassələrə görə düzmüşdür? Mendeleyev təbii ki, həmin dövr üçün dövr sistemi cədvəlini tərtib etdikdə atom kütləsinin artmasına görə düzmüşdür. Amma bilirik ki, sonraki dövrlərdə Moseley artıq elementin atom kütləsi deyil, sıra nömrəsinin, yəni nüvəsinin yükünün artmasına əsasən elementləri sıralanmışdır. Dördüncü sual, deməli, Dmitri Ivanovich Mendeleyev dövr cədvəldə bəzi xanalara boşluqları buraxaraq sonradan kəşf ediləcəkləri haqqında məlumat vermişdir və onlar üçün yer saxlamışdı. Bunlar hansı elementdir? Skandium, gallium, germanium və hafnium elementləri haqqında əvvəlcədən belə deyək də məlumat verib yerlərini boş saxlamışdı. B variantı, Mendeleyev nəyə əsasən dövr cədvəldə bu elementlərin yerlərini boş buraxmışdı? Fikrimizi əsaslandırmağı tələb edir. Yazmışam, o elementlər artan atom kütləsinə və kimya xüsusiyyətlərinin oxşarlığına görə sıralayırdı. Üzr istəyirəm. Lakin bəzi hallarda bu qaydaların kimya xassələrinə uyğun gəlmirdi. Burada da aşağıda məlumatlar qeyd etmişəm. Mendeleyev bu uyğunsuzluğu belə izah edirdi ki, hələ kəşf olunmamış elementlər olmalıdır. Bu səbəbdən kimya xassələrine əsaslanaraq həmin elementlərin gələcəkdə tapılacağını proqnozlaşdırmışdı və onların yerlərini boş saxlamışdı. Doğrudan da elementlər kəşf olunduqca bu proqnozlaşma öz təsdiqini tapdı. Yəni, bildik ki, germanium, skandium, gallium və hafnium elementlərinin yerlərini əvvəlcədən boş saxlamışdı. Beşinci sual, triadalar qanununa görə boşluğa uyğun elementlərin təqribi kütləsini müəyyən etmək tələb edir. Bunun üçün də biz bilirik ki, birinci və üçüncü elementin kütlə cəmi, burada hesablama vermişik, kütlə ədədinin cəminin yarısı ortadakı elementin kütləsini verir. O qaydaya əsasən X-i hesabladıqda X-in atom kütləsi 126 edir. Müasir dövrü cədvəl 1.4 mövzusu. Birinci sualımız, Moseley müasir dövrü cədvəldə elementlərin üfüqi sırada hansı xassələrə
görə düzülməli olduğunu irəli sürmüşdü. Əslində bayaq bunu qeyd etdik ki, Moseley Mendeleyev cədvəlini müəyyən qədər təkmilləşdirmişdi. Artıq atom kütləsinin deyil, nüvə yükünün artmasına görə düzüldüyünü qeyd etmişdi. İkinci sual, dövri cədvəldən istifadə etməklə natrium, alüminium, maqnezium, kalsium, xlor, barin, fosfor, berilyum və arqon elementləri üçün aşağıdakı verilmiş suallara cavablayın. Hansı elementlər eyni qrupda yerləşir? Eyni qrupda yerləşən elementlər, alt-alta yerləşən elementlər, biz bilirik ki, qrup elementlərin şaqil istiqaməti düzülmüş ardıcılığıdır. Bu elementlərdən, verilmiş elementlərdən berilyum, maqnezium, kalsium və barin elementlərinin ikinci qrupda yerləşdiyini deyə bilərik cədvəldən istifadə etməklə. Hansı elementlər eyni dövrdə yerləşir? Dövr elementlərin üfüqi sırada sıra nömrəsinin artması ilə düzülmüş ardıcıllığıdır. Biz burada verilən elementlərdən natrium, maqnezium, alüminium, fosfor, xlor, arqonun eyni dövrdə yerləşdiyini, üçüncü dövrdə yerləşdiyini cədvələ əsasən deyə bilərik. Natrium birinci qrupda, ikinci, 3, 5, 7 və 8-ci A yarım qrupun elementləridir və dövr olaraq üçüncü dövr üzrə yerləşir. C variantı, hansı elementlər oxşar xassəlidir? Belə deyim, Mendeleyev elementlərin alt-alta yerləşərək eyni xassələrin təkrarlandığını haqqında məlumat vermişdi və oxşar xassəli elementlər eyni qrupa düşür. Buna görə eyni qrupda yerləşən elementlər, məsələn, berilyum qrup üzrə biz bildik ki, berilyum, maqnezium, kalsium, barin bu elementlər ikinci qrupun əsas yarım qrup elementləri. Təbii ki, oxşar xassəli elementlər də bunlar olur. D variantında eyni dövrdə yerləşən elementlərin nüvə yüklərinin artması sırasıyla necə düzülür? Əslində, bayaq B variantında biz bunu düzdük. Natrium 11, maqnezium 12 və birinci qrup, ikinci qrup biz bilirik ki, bu həmçinin qruplarda formalaşdırır. Üçüncü qrup, 13, dördüncü burada yox, beşinci qrup, 17, 18 bu sıra ilə düzülür. Y-də hansı elementin qısa elektron formulu 3s2 elektron formuluna malikdir? Bunu da təbii ki, buradan deyil, dövr sistemli cədvəlindən istifadə etməklə tapa bilərik ki, burada verilmiş elementlərin sıra nömrəsinə əsasən deyə bilərəm. Məsələn, tapıram ki, 3s2 bu hansı element ola bilər? Bilirəm ki, 3s2-yə qədər birinci təbəqədə 2, ikinci təbəqədə 8 elektron olmaqla 10 elektron artıq tam olaraq paylanmışdı yarım səviyyələr üzərinə. Bu məntiqlə 10 üzərinə 2 gəlirəm, yəni 3-cü energetik səviyyəmdəki elektronu gəlirəm və bu zaman elektronlarımın sayı 12 olur. Deməli, bu elementimin sıra nömrəsi 12-dir. Əslində, mən yuxarıda qeyd etmişəm, maqnezium elementindən danışılır. Ancaq, təbii ki, dövr sistem cədvəlindən istifadə edib sıra nömrəsi 12 olan elementi tapa bilərik. Hansı elementin qısa elektron formulu 3s2, 3p5-dir? Eyni qayda ilə bilirəm ki, 3-cü təbəqəyə qədər 10 elektron var və üzərindəki xarici təbəqədəki elektronları gələndə görürəm ki, 17 elektron olur. 17 elektrona malik olan elementimiz xlordur. Üçüncü sual, dövri cədvəldən istifadə etməklə elementlər haqqında məlumatlar verilmiş nümunə kimi tamamla. Biz dövri sistem cədvəlindən istifadə etməklə elementin atom nömrəsi, yəni sıra nömrəsini yuxarıda qeyd etməliyik. Simvol göstərilibdir və kütləsini aşağıda qeyd etməliyik. Dövri sistem cədvəlindən istifadə edib bu xanaları doldura bilərsiniz. Dördüncü sualda dövri cədvəldə olan bəzi elementlərin adı və atom nömrəsi verilibdir. Dövri cədvəlindən istifadə edərək boşluqları tamamlamaq bizdən tələb olunur. Bunun üçün təbii ki, dövr cədvəldən istifadə edə bilərik. Məsələn, atom nömrəsi 5 olan elementi dövr cədvəldə tapsaq, bu bor edir. Və nəzər yetirsək, borun yerləşdiyi dövr nömrəsi 2-dir. Bor həmçinin 3-cü qrupun əsas yarım qrupudur. Buna görə də 1-dən 18-ə qədər nömrələnmiş qrupun nömrəsi 13 olur. Ancaq rum rəqəmi ilə ifadə olunmuş qrupun nömrəsi 3 olur. Digər elementləri eyni qayda ilə dövr sistem cədvəlindən tapırıq. Misal üçün, bir qədər çətinlə baxsaq, 26. Sıra nömrəsi 26 olan element dövr sistem cədvəlindən tapıram. Dəmirdir. Yerləşdiyi dövrün nömrəsinə baxsaq, deməli, dəmir 4-cü dövrə düşür. 1-dən 18-ə qədər nömrələnmiş qrupda 8-ci qrupun əlavə yarım qrupu düşür, yəni 8-ə düşür. Rum rəqəmindən göstərildikdə isə biz bilirik ki, orada əsas və əlavə yarım qrup olmaqla bölünür.
və biz cədvəldən istifadə etsək, hələlik cədvəldən istifadə edirik, bunun 8-ci B yarımqrup, yəni əlavə yarımqrup elementi olduğunu tapırıq. Digərlərində yenə cədvəldən istifadə edib doldurmuşam. Əvvəlcədən baxıb istifadə edə bilərsiniz. Keçirik B-yə. Cədvəldə verilmiş elementlərin simvollarına uyğun xanalara yazın. Dövr isim cədvəlindən istifadə edib simvollara uyğun xanalara yazmaq lazımdır. Mən müəyyən qədər yazmışam. Digər hissəsini siz cədvəldən istifadə edə bilərək yaza bilərsiniz. Sualara cavab verək. Bu elementlərdən hansı kiçik, hansılar isə böyük dövr elementləridir? Biz bilirik ki, dövr elementlərin üfüqi sıra ilə düzülüşüdür və birinci, ikinci və üçüncü dövr elementləri, yəni bu yuxarı hissədə yerləşən elementlərimiz kiçik dövr elementləridir. Bu da elementlərin bir hissəsini yazmışam. Yazmadığım varsa təbii ki, əlavə edə bilərsiniz. Böyük dövr elementləri isə 4, 5, 6 və 7-ci dövrdə olan həm əsas, həm də əlavə yarımqrup elementləri böyük dövr elementləri sayılır. Burada çox az bir hissəsini yazmışam və s. yazmışam. Yəni aşağıda olan bütün elementləri böyük dövrə götürə bilərik. Bu elementlər S və P elementləri olmaqla ayırmaq lazımdır. Bunun üçün rahat qaydamız var. Rahat qaydamız nədir? Bilirik ki, yuxarıda dayananlar əsas yarımqrupdur, yəni yuxarıdakılar əsas bu hissə. Növbəti yuxarıdakılar isə yenə bunlar da əsasdır. Və elektron konfiqurasiyasını qısa şəkildə bilirik ki, birinci qrup elementləri üçün NS üstü 1-dir. İkinci qrup elementləri üçün NS üstü 2-dir. 13 və 3-cü rum rəqəminə göstərildikdə NS üstü 2, NP üstü 1-dir. Burada da eyni qayda nə gedir? 4-cü qrup elementləri N üstü 2, NP üstü 2-dir. Bunların ardıcılığını bilirik. Bu qaydadan istifadə edib sualımıza cavab verə bilərik. S elementləri dedikdə biz bildik ki, birinci və ikinci qrup elementləri. Çünki birinci qrup elementləri N üstü 1, ikinci qrup elementləri N üstü 2. Yəni axıncı elektronumuz S orbitalına yerləşdirilibdir. Bir də ki, helium sıra nömrəsi 4-dür, qısa elektron formulu 2s2-dir. Yəni axırıncı elektron S-də olduğunu görürük. Yəni qısası bir elementləri yazmamız daha düzgün olar. Ümumi şəkildə yazsaq birinci A qrup elementləri, yəni bax hidrogen bu qrupda olan yerləşən elementləri, ikinci A qrup elementlərini, yəni berilyumdan radona qədər olan elementləri, həmçinin heliumu S elementlərini daxil edə bilərik. P elementləri dedikdə biz bilirik ki, bu arada yerləşən, aşağıda yerləşən əlavə yarımqrup elementlərdir. Bunlar D elementləridir. Amma digər əks tərəfdə bənövşəyi rəngdə göstərilən isə P elementləridir. Çünki onların elektron konfiqurasiyasına fikir versək, 4-cü qrupda yerləşənlər NS2, NP2, yəni axırıncı elektron P-dədir. 5-də yerləşənlər NS2, NP3, axırıncı elektron P-dədir. Eyni şəkildə 5, 6, 7, 8. 8 də yenə NS üstü 2, NP üstü 6. Yəni axırıncı elektron yenə P-də olduğunu görə bilirik. Yəni, belə deyək, 3, 4, 5, 6 və 7-ci qrupun əsas yarımqrup elementləri isə P elementləridir. 3A, 4A, 5A və 6A-da, həmçinin 7A-da və 8-ci A, yəni təsirsiz qazlarda aid olan elementlərin hamısı P elementləridir. Çünki axırıncı elektron P-yə dolubdur. Həmin elementləri təbii ki, boşluqlara yaza bilərsiniz. 5-ci sual. Dövrü cədvəldə verilmiş elementlər üçün düzgün və səhv ifadələri müəyyənləşdirin. Burada elementləri təbii ki, tapıb yazmaq da olar və yaxud da bir qanun uyğunluqla da yazmaq mümkündür. Bunu necə fikirləşə bilərik? Cədvəli belə gözümüzdə təsəvvür necə yarada bilərik? Yuxarıdakılar bilirik ki, əsas yarımqrup elementləridir. Yəni bu hissədə olan əsas və həmçinin S elementləri olduğunu bildik. Çünki NS1, NS2. Bir də növbəti yuxarıda duranlar P elementləridir. Onlar da əsas yarımqrup elementləridir. Başqa arada duranlar isə, yəni aşağıda duran bu hissə isə D elementlərə aid olduğunu bildik. Buna əsasən suallara cavab verə bilərik. Məsələn, X birinci dövrdə yerləşir, birinci qrupda yerləşir. Elektron konfiqurasiyası 1s üstü 1-dir. Buna əsasən tapa bilərik. Z 2 üçüncü dövrdə yerləşir və qrupu deməli 2-dir. Bu zaman elektron konfiqurasiyası 3s üstü 2 olur. Bu məntiqlə də suallara cavab verə bilərik. Bizə deyir ki, X S elementidir. Bəli, X-ə baxdıq ki, 1s üstü 1 elektron konfiqurasiyasına malikdir. Həmçinin biz bildik ki, birinci və ikinci qrup elementləri S elementləridir.
Doğrudur. K-nın xarici təbəqəsində 6 elektron var. K-ya baxsaq, elektron konfigurasiyasını yarada bilərəm. K yerləşir dövr olaraq 3-cü dövrdə yerləşir. Qrup olaraq bu 8-ci qrupu ifadə edir. Ona görə elektron konfigurasiyasını yarada bilərəm ki, 3-cü dövrdə olduğuna görə 3s+2, qrup olaraq 8-də olduğuna görə 3p+6. Yəni üstünü topladıqda bunun qrupunu verir, qabağındakı rəqəm dövrünü ifadə edir. Bizə verilən sual, xarici təbəqədə 6 elektron var? Yox. Biz görürük ki, 3s2, 3p+6 topladıqda xarici təbəqədə 8 elektron var. Həmçinin qrupu 8 olduğuna görə bunun xarici təbəqəsində 8 elektron var deyə bilərik. Yəni bu fikir yanlışdır. X, Y oxşar xassəli elementlərdir. Oxşar xassəli olması üçün eyni qrupa düşməlidir. Bəli, doğrudan da X və Y hər ikisi birinci qrupun elementləridir. Bu səbəbdən doğrudur. T əlavə yarım qrup elementlərinə aiddir. Biz demişdik, arada yerləşən, belə deyək, aşağı hissədə yerləşənlər əlavə yarım qrup elementləridir. Bu da fikir doğrudur. L halogendir. 7-ci qrup biz nömrə ilə saysaq, yəni 1, 2, 3, 4, 5, 6 və 7. 7-ci qrup əsas yarım qrup elementlərin halogenlər olduğunu deyə bilərik. Bu isə 7-ci qrupa düşdüyünə görə bəli, fikir doğrudur. Z qələvi metaldır. Z-ə baxıram, 2-ci qrupun əsas yarım qrupuna yerləşir. Biz 2-ci qrup, yəni n+2 elektron quruluşuna malik olanlara torpaq, qələvi torpaq metallar demişdik. Yəni fikir yanlışdır. K 2 atomlu molekul əmələ gətirir. K yerləşir təsirsiz qazlar. Təsirsiz qazları biz 7-ci sinif mövzusunda da öyrəndikdə deyirdik ki, bir atomlu qazlarda, məsələn, helium, neon bu arqona gəlir. Onlar heç vaxt 2 atomlu olmurlar. Bu fikir yanlışdır. Bir atomlu qazlara aiddir. Z və kalium eyni dövrdə yerləşir. Z və kalium baxıram doğrudan da deməli 3-cü dövrdə yerləşir. Doğrudur. L-in proton sayı ən böyükdür. L proton sayı olaraq bəli ən böyükdür. Çünki elementlər biz bildik ki, sıra nömrəsinin artması ilə düzülür və bu sıra ilə getdikdə bəli L bu elementlər içərisində, verilmiş elementlər içərisində sıra nömrəsi proton sayı ən böyük olan elementdir. Y və L-in atomların xarici təbəqəsində eyni sayda elektron var. Y və L-in xarici təbəqəsində eyni sayda elektron ola bilməz. Çünki Y yerləşir birinci qrupda və dövr olaraq da deməli 4, 5-ci. Yəni 5s+1 elektron konfigurasiyasına malikdir. Xarici təbəqəsində bir elektron mövcuddur. Bizə Y ilə L-in elektron konfigurasiyasını demişdik. L-ə baxsam, L yerləşir 5-ci dövrdə. Dövr olaraq 5-ci dövrdür. Amma qrup olaraq 7-ci qrupdur. Yəni qrupunu da üzərinə paylayırıq. 5s+2, 5s-dən sonra gəlir bizdə 4p. 4p üstü deməli 5. Eyni sayda elektron görə bilmirik. Bir dəqiqə. Diqqətdən baxaq suala. Y və L atomların xarici təbəqəsində. Əslində fikir doğrudur. Çünki 5s-dən sonra 4p-yə biz elektron veririk. Orada elektron konfigurasiyası pozulur. Xarici təbəqədə elektron sayı dediyinə görə biz xarici təbəqə olaraq 5s-i götürürük. Qısa elektron formulu desək, bəli, bu zaman birində 7 olur, belə deyək də, bizə Y deyir. Üzrü sən diqqətsiz elədim. Deməli, Y-də bir elektron mövcuddur xarici təbəqədə. Amma L-də isə xarici təbəqədə, yəni xarici təbəqə dedikdə 5s nəzərdə tutulur. Orada isə 2 elektron var. Yəni fikir doğru deyil. K və L P elementləridir. K və L, bəli, K yerləşir 8-ci qrupda, bu zaman olur n+2, n+6. L isə 7-ci qrupda, yəni n+2, n+5 olur. Bu doğru fikirdir. T kiçik dövr elementidir. T-yə baxsam, T düşür 4-cü dövrə. Mən də bilirəm ki, 1, 2, 3 kiçik dövrdür, 4 artıq böyük dövrdür, yəni fikir yanlışdır. L 2 atomlu molekul əmələ gətirir. L-ə baxsam, halogenlərə düşür. Halogenləri aşağı sinifdən yadımıza salsaq, flor 2, deməli, ikinci dövrdə flor yerləşir. Xlor, brom və yod. Bunlar hamısı 2 atomludur. Molekul əmələ gətirir və fikir doğrudur. Çünki halogenlər 2 atomlu molekul əmələ gətirir. Və sonuncu sual. Cədvəldəki boşluqları tamamlayın. Cədvəldə qrup haqqında məlumat veribdir. Yəni elementin qrupu 2-dir. İkinci qrup 1-dən 18-ə qədər nömrələnmiş rəqəmlərin ifadə olunur. Bu Roma rəqəmlərin 2A-ya aid olur və qələvi torpaq metalları adlanır və elektron konfigurasiyası n+2-dir.
7A Rum rəqəmindən ifadə olunubdur və bu 1-dən 18-ə qədər rəqəmdən 17-yə düşür. 7A qrupun xüsusi adı var. Halogenlər elektron konfiqurasiyası 7 qrup olduğuna görə xaricində 7 elektron mövcud olur. 13-ü də eyni qayda ilə fikirləşirik. 3A'ya düşür. Torpaq metallar konfiqurasiyasını qeyd etmişəm. Birinci qrup qələvi metallar NS1 olur. 16-nı da eyni qayda ilə fikirləşə bilərik. 16 düşür 6A'ya. Xüsusi adı var. Halogenlər və elektron konfiqurasiyasını tərtib etsək, xaricində 6 elektron olmalıdır. 6 elektrondan ikisi S-ə düşür, 4-ü isə P-yə düşür. Burada isə 8-ci A qrup elementləri 1-dən 18-ə qədər rəqəmdən 18-ə düşür və bu adlanır təsirsiz qazlar. Qrupun adı və yaxud da nəcib qaz deyə bilər. Elektron konfiqurasiyası xaricdə 8 elektron olduğuna görə ikisini S-ə, 6-sını P-yə olmaqda elektronları paylayırıq.